Dünən diqqətimi çəkdi bir yoldan keçən. Dayanıb bir xeyli baxdım dalıyca. Bir anlıq çox tanış gəldi o insan. Bəlkə də o məndim 30 il öncə. Tanış gəldi mənə həmən baxışlar, iri addımlarla ötüb keçməyi, küləklə oynayan qapqara saçlar, naməlum gələcəyə tələsməyi. Qürurumla lal edib ürəyimi, hər şey ötüb keçər elə bilirdim. Xəyalımla ram edib talihimi, mən də o vaxt bu cürə yeriyirdim. İstədim bir səsləyəm o insanı, gözlədim ki bəlkə könər arxaya, o isə geridə qoyub zamanı, uzaqlaşdı qarışaraq kütləyə. Ah deyə bilsəydim ona, tələsmə, gəl dəyişmə qismətin bir yolunu, ömrünün xoşbaxt anlarını kəsmə, təklikdə tapacaqsan öz sonunu. Hər insanın ulduzu var deyirlər. Birisi sönəndə yenisi parlar. Bəzən olur ulduzlar görüşürlər. Görüşə bilmir tək yerdəki dağlar. Bəlkə də mənim də bu cür arxamca baxırdı nə vaxtsa qocalan gözlər. Həsrətli baxışı ilə çox yavaşca deyirdi mənə bir mənalı sözlər. Bax belə görərkən biz özümüzü, donub qalırıq oturduğumuz yerdə. Keçmişimizsə görmür heç üzümüzü. O sadəcə fikir vermir heç bizə.